Təzə yuxudan oyanmışam, üz gözüm şişdi. Paşa tut yemişəm. Buranın bütün qırmızı qalıb, sorry. Paşa yoxdur, qəşəng yatmışam. Çox qəşəng. İlin anası. Mən oğlum üçün darıxdım. O sırada mən qaçıram belə. Ya baba. Ay, burası o kadar huzurludur. Çok güzeldi. Hiç gitmek istemiyorum buradan. Gezdirəm, boş gezdirəm. Dağlar qoynunda. Uzaqda havadayıq. Allah xeyir işlərə gəlməyi nəsib eləsin. Deyək, burada uşaqlar üçün plaşetka falan var. Ümumiyyətlə, amma ki biz uşaqlarsız gəlmişik. Bayaqdan burada özümüz ilgilenirik. Sonra burada böyle bir şetka var. Hətta hovuzları belə var. Şokdayım. Mən hovuz olduğunu bilmirdim. Burada bar kimi yeri də var öyle. Yox, bizim məmləkət irəliləyib. Ama hovuz boş değil. Orada arılar var. Burada arıçılıq ümumiyyətlə çox məşhurdur. Yəni buranın balı çox qəşəngdir. Başqa vaxt oğluna deyir, özü də qapının yerindən oynadı. Baxaq, güllər diyarı. Mən burnum elə tutulub da bu burnumla da hiss edirəm yine. Sonra gidip görək oralarda ne var. Nerede bu turnik indi? Ne bu? Nədir bəs? Ne mi yekəlli insanlar? Nədir az bəs bu? Mantıklı. Göre burada ne varmış? Yani tonqal zat qalıb gecə vaxt keçirtmək üçün. Əsas məsələ bu tərəfdədir. Buradakı huzuru, buradakı havanı keşke sizə ötürə biləydim kameradan. Qurğalarını səsin. Ağıram bağlayıblar. Biz bir dəfə gələndə yoldaşımla buradan belə gitmişdik ki, dağa çıxmışdıq, eləmişdik. Amma onda bağlı değildi. İndi bağlayıb. Geldik əsas məsələyə. Burada belə yeməği yerləri var. Oy, aşağını göstərirəm parmağım burada.
Düz gölün qırağında. Çok gözəldi. Əvvəllər burada böyle bir şey yok idi biz uşaq vaxtı buraya gələndə. Göl var idi. Hə, hər yer dəyişir onsuz da. Göl var idi. Ama bir dənə belə balaca da deyildi. Böyük bir daxma var idi. Yəni elə wow bir şey yox idi da şəraiti. Eləcə girişinə yatdı belə bir şey. Sonra buranı kim aldısa bayağı geliştirip. Halal olsun. Axı fikirləşib belə deyil. Bizim qaldığımız yer budur. Aşıqlar oradan danışırlar. Ben kocamsız gelmişim. Öyle darıxdım. Paşadan çok kocam için darıxmışam. Ama paşa için de darıxmışam. Təbii ki, mən anayam. Mən belə yerlərə ancaq kocamla getməyə öyrəşmişəm. Ramizsiz heç ən dadı tuzu çıxmır. Hayatımda olanlar ancaq onunla hərəkət edirəm. Onun aslı deyiləm. Çox şükürüm. Amma ki onunla gəzmək, onunla əylənmək mənə zövq verir. Gedək görək yeməyə nə vaxt verirlər. Acımışım. İşte geliyor özel harekat. Yaxşı da biabır eləmə yaxından, uzaqdan bəsdir. Sırf boydan olacak. Nail ən sevdiğim. Harca. Baxacaq nə yumurtası var verəcək. Görəm baxacaq nə yumurtası var verəcək. Daha elə də şeyləməsin də, zəkləyəməsin. Bu ev qurban. Siz də uşaqlığınız keçən yerlərə yenidən gedəndə kövrəlirsiniz. Mən uşaqlığımın maraqlı keçdiyi yerlərə gedəndə əməlli kövrəlirəm. Hər şey dəyişir. Hə. Bir dənə ağaclar yoxdur. Orada Qurban Qurbanovun evidir. Bura yox ha, bunun qabağıdır o uzun şamlar görsənən. Ah, uşaqlıq xatirələr. Burada da öz aləmimdə romantik video çəkirəm güya. Uşaq vaxtı elədiyim hər şeyi yenidən eləmək qərarına gəlmişdim. Mama yıxanın bir tər olmuşdu. Bura necə var elə qalıb bu şeylər. Piləkən. Kafeler dənəsinə qədər o belə idi. Heyif o günlərdə. Sen bizden uzak düştün artık. Sen yine yapardı. Ya soyuvenler yapardı. Seni uşak bak. Sen bizden uzak düştün artık. Sen yine yapardı. Ya soyuvenler yapardı. Bilmirik kim apardı uşaqlığımızı ama getdi uşaqlığımı. Ne klipi. Pozuldu.
İstəyimiz yazıldı. Yukarıdan deyirdin ki bakın su tökəsən. Yox, valla. Orada doğrudan qədimi fındıq sındıran var idi. O şeyleri çok özlüyor. Hələ dəyişən bir şey yoxdur. Ağlamışam bir balaca üzüm gözüm şişib. Uşaqlığımızın getməyinə ağladıq biraz. Təəssüf. Uşaq vaxtı burada bir dənə cücə öldü. Ayda öldürmüşdüm deyəndə təsadüfən olmuşdu. Valla bilə-bilə eləməmişdim. Hə, belə oynadırdım. O qədər sıxmışam cücə. Abi də görəm tərpənmir. Belə ət kimi dururdu. Hə, mən də qorxdum. Onsuz da qatil olmağın, nə deyirlər ona, canımda qorxusu. Gətirdim buralarda bir yerə bastırdım. Necə qorxmuşdum. Qorxa-qorxa getdim bastırdım. Neçə dəfə geyib açıb baxmışdım hələ. Hə, qorxuma aparıb bastırmışam. Neçə dəfə də geyib üstünə gül zad aparırdım, erirdim. Güvəndə şeydi də, yad elirdim cücə. Dəhşət. Hələ indiyə qədər heç kimi açıqlamamışdım onu. Bu video sayəsində artıq biləcəklər. Qırılmağına aktiv. Mən, daha doğrusu biz, yəni 3 bacı, üçümüz də rayonu, kəndimizi o qədər sevirik. Uşaqlığımızın ən gözəl xatirələri rayondadır bizim. Kəndimizin gözəl küçələri. Bu küçə axırı çaylağa gedir. Orada belə kiçik bir çay axırdı. Həmişə ora gedirdik, oynayırdıq. Əlimizdə olmayan səbəblərdən uzun illər ayrı qalmışıq rayondan. Amma kaş ki qalmayardıq. Çox təəssüf. Gəlirdik buralarda, çaylaqda falan oynayırdıq. Ey, sən uşaq, sən bizdən uzaqlaşdın artıq. Dəstəni əllər apardı, ya soyuq əllər apardı. Bugün uşaqlığımızın yaxşısını elədik. Bugün biraz hüzünlü. Biraz kədərli. Çox az sevincli. Çünki uşaqlığımızdayıq. Şey yadıma düşdü orada dua oxuyanda. Nədir onun adı? Hər dəfə etibarən gələndə güllər düşüb qarşılayır deyə onu qışqırırdı. Atam gəldi, potam gəldi. Atam gəldi, potam gəldi. Bax, etibarən ha. Tez gəldi. Biraz heç olmazsa Bakıya yaxın olaydı, biraz. Nə? Zaqatala. Heç olmasa 4 saatlıq olaydı. Heç olmasa 4 saatlıq yol olardı. Demədən. Hayda. Hayıftır bu yol ha. Bir də hansı yol qəşəngdir? Sən Zaqatalada şeyə, dənizləymiş, tövbə estağfurullah. Dəmir yolu vağzalına gedən qaydan ya. Orada belə. Yadımda həmişə Bakıya qayıdanda hamımız ağlayırdıq, qayıtmaq istəmirdik heç. Dəyişməyən tək şey elə budur deyəsən. Yenə də rayona gedəndə yenə də qayıtmaq istəmirik, yenə də kövrəlirik. Çalışın həyatda heç nəyi ertələməyin. Çünki həmişə peşmançılığımız etdiklərimizə yox, etmədiklərimizə olur. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Hələlik.